Oyun 2. Problemdən qaçan insan iki şeylə qarşılaşır. Biri yaxşılıq, digəri isə yeni problemlə. Əks halda hər şey asan olardı. Sən pislikdən qaçıb yaxşılıqla qarşılaşacaqsan. O halda xoşbəxtsən. Amma belə olmur. Yağışdan qaçıb yağmura düşmək məsəli əbəs yerə deyilməyib. Başıma gələn gör nə qədər müsibətlərdən keçdim. Həyatım həbsxanada keçmədiyinə görə sevindim. Amma təəssüf ki, bəla özü axtarıb məni tapdı. Ne lazım idi? Salam əleyküm. Aleyküm salam. İşə görə gəlmişdim. Zibeydənin dediyi qadın mənəm. Zibeydə demişti. Yaxşı onda keçək içəri, rahat danışaq. Gəlin. Yaxşı. Buyurun. Əvvəlcə tanış olaq. Adınız nədir? Lalə. Yaxşı. Mənim adım Əskərdir. İndi, əgər düzünü desəm, mən hər şeyi açıq danışmağı xoşlayan adamam. Qəbul şöbəmiz təəssüf ki doludur, boş yer yoxdur. Bir də dedilər ki, siz əvvəllər oteldə işləməmisiniz, hə? Hə, işləməmişəm. Kafelərdə qab-qacaq yumuşam. Həm də afisantlıq eləmişəm. Siz? Zibeydə də əvvəl oteldə işləməmişdi, elə deyil? Ha, düzdür. Amma gələndə, yəni iş üçün gələndə bizdə boş yer var idi. Ona görə də onu işə götürdük. Sonra da öyrətdik. Demək istəyirsiniz, iş yoxdur? Mən üzr istəyirəm. Siz fəhləlik eləyəcək bir qadına oxşamırsınız. Xarici görünüşə və geyimə görə qiymət verməyin. Mən adi işləri də bacarıram. Demək, sualımın səbəbi odur ki, bizdə bir boş yer var. Heç bilmirəm necə deyim. Yəni, xadimə işidir. Fikirləşdim ki, Zibeydənin dediyi qadın müvəqqəti olaraq xadimə işləyər, sonra... Razıyam. Doğrudan? Hə, Xadimə olmağa? Onda sabah səhərdən işə başlaya bilərsiniz.
Çox sağ olun. Lalə xanım, imkan düşsə sizə uyğun bir iş tapacağam. Bir də çox sağ olun. Hay Allah. Mən də elə bildim aktrisadır. Avtobusla kirayə evə doğru yola düşdüm. Bir vaxtlar mən də adi bir insan idim. Adi həyata geri qayıtdığıma görə sevinirdim. Adi həyata xadiməlikdən başlayanda nə olar ki? Halal pul qazanmağın nəyi pisdir? Kirayə evdə yaşamaq çətin idi. Amma Səmərqəddəki qumar pulları ilə alınan evimdən istifadə eləməmək qərarına gəldim. O vaxt hər şeyə razı idim. Yeni həyatım sakit başlasa, onda hər şey yavaş-yavaş düzələr. Adi həyatın çətinliklərinə dözməyin asan olmayacağını hiss eləyirdim. Özümdəki təkəbbürü aşmalıydım. Təkəbbür və pula hərislik mənim kimi qara kartın ustası olan qadını məhv eləməyə kifayət eləyərdi. Axır ki, hər şeyi yenidən başlayıram. Bu günləri də gördüm. Ailə qurmayacağam. Oğlum üçün yaşayacağam. Əvvəllər özümə yaraşdırmadığım xadimə işinə şükür eləyərək başlamağım bəzilərinə qəribə görünürdü. Yeni həyata başlayana qədər qanlı qumar aləmini, pəncərəsiz istintaq təcridxanalarını və hündür divarlı həbsxanaları keçib gəlmişdim. Həbsxanadan sonraki bu sakit günlər mənə nağıl kimi görünürdü. Hə, bu günlər nağıl idi. Amma sakit günlərim başlayanda nağılımdakı qəddar cadugərin mənə doğru uçduğundan xəbərsiz idim. Diqqət! C2531 sayılı Bakı Daşkənd reysi ilə uçan təyyarə Daşkənd Beynəlxalq Hava Limanına eniş elədi. Təkrar edirəm. J2531 sayılı Bakı Daşkənd reysi ilə uçan təyyarə Daşkənd Beynəlxalq Hava Limanına eniş elədi.
Marta, anan Rus olduğu üçün burada sən danışacaqsan. Oldu xanım, başa düşdüm. Taksi? Uluq bəy, bura gəl. Yaxşı. 334-cü nömrə necə oldu? Hazırdır. Onu bron eləyənlər gəlirlər. Döşəməni yenidən yumaq lazımdır. Mebellərində tozu alınmalıdır. Hər yer tozdur. Lalə, tez həmin otağa qalx. Toz moz qalmasın, yaxşı? Amerikadan nömrəni bron eləyənlər gəlir. Yaxşı. Salam Nazimə. Instagramdakı şəkillərini gördüm. Mən türk iş adamıyam. Özbəkistanda işlədiyimə görə özbək dilini bilirəm. Sənə zəng eləyə bilərəm? Görəsən bu kimdir? Salam. Bəli, zəng eləyə bilərsiz. Alo, Mənəm Burak. Kimsiz? Bağışlayın, tanımadım. Instagramdan mesaj yazmışdım. hə, indi oxudum. Siz o məşhur Burak deyilsiz? Birincisi, o olmadığımı şəklimdən başa düşməliydin. İkincisi, o məşhur Burak özbək dilində danışa bilmir. Mən adaşıyam. Siz doğrudan türksüz? Özbək dilini hardan bilirsiniz? Bunu mesajımı diqqətlə oxuyanda başa düşməliydin. Nə isə sənə iş təklif eləmək istəyirəm. Birincisi, ikincisi demədə yaman ustasız. Sizcə mən internetdəki saxta Buraklara inanan axmaq bir qızam? Sən məni başa düşmədin. Sənə Özbəkistanda iş təklif eləmək istəyirəm. Nə iş deyilər? Şəkillərdən gördüyümə görə Səmərqənddə yaşayırsan, düzdür? Hə, Səmərqənddəyəm. Sizdən nə iş olduğunu soruşdum. Asan bir işdir. Kartının nömrəsini göndər. Sənə əvvəlcədən $100 göndərəcəm. Necə iş olduğunu demirsiniz xeyirxah adam. Hə, bildim. Kartımdan pul oğurlamaq istəyirsiniz? Onda içində pul olmayan kartın nömrəsini ver. Özbəkistanda işləyəndə Lalə adlı bir qadınla tanış olmuşdum. 2 ildir ki, ondan xəbəri yoxdur. Onun ünvanını verəcəm. Harda olduğunu öyrən. Elə bu? Hə. Amma mənim axtardığımı heç kim bilməməlidir. Qonşularından soruşarsan. Harda olduğunu öyrənsən, sənə $400 da göndərəcəm. Mən də inandım. İnanmaq üçün kart nömrəsini ver. Dərhal $100 göndərəcəm. Heç nə başa düşmədim. ...86 00 1448 26 87 01 02 Doğrudan da geldi. Gözlerime inana bilmirəm. Ah, ay.
Gözləməzdim. Sözünün üstündə durdu. Belə adam çətin tapılır. Salam, xoş gəlmisiniz. Salam. Salam. Biz 334-cü otağı bron eləmişdik. Aha, bu dəqiqə. Otağınız hazırdır. Qalıb bircə qeydiyyatdan keçmək. Pasportları verin. Buyurun. Buyurun götürün. Bu da açarlarınız. Çok sağ olun. Buyurun. Ah, hay Allah. Uluq bəy cavab ver. Eşidirəm. 334 hazırdır. Hə, hazırdır. Qonaqlar yuxarı qalxdılar. Oldu, bildim. Bu kimdir? Adi xadimədir. Ondan nəsə ölüm qoxusu gəlir. Yəqin yorulmusunuz. Gedək sizi masaj eləyim. Sakitləşərsiz. Əsəbləriniz də sakit olar. Mozaikalardan çox şey öyrəndim Pərviz. Dərsdən sonra göstərim. Marağın nə qədər çox olsa, o qədər tez öyrənəcəksən. Çox məşq elə. Amma qabiliyyət də lazımdır. Qabiliyyət? Yəni istedad, hə? Məndə sirkdə oynamaq üçün istedad var. İnanmırsan? Nəsə hiss olunmur. Necə yəni hiss olunmur? Cümə axşamı Daşkənddən bizim məktəbimizə sirk gələcək. Vadidən olan sirk ustalarıdır. Onda görəcəksən. Səhnəyə çıxacam. O vaxta kimi bəlkə məktəbdən çıxıb getdim. Hara? Sənə deyə bilmərəm. Aya uçursan? Aya? Mən kosmonavt deyiləm ki. Onda bəs hara gedirsən? Sir saxlaya bilirsən? Hə, Onda sir saxla. Heç kimə demə. sirrini demədin ki Pərviz. Deməməyim özü bir sirdir. Ay, qaçdıq. Getdik. Elə bunlar Hə, 3070 sum. buyurun. Bu da xırda. Sağ olun. Buyurun xanım.
Alo, Salam aleyküm ana. aleyküm salam. Necəsən, yaxşısan? Hə qızım, yaxşıyam. Sən necəsən? Çox şükür. Özünü yaxşı hiss eləyirsən? Yaxşıyam, işim də yaxşıdır. Mənzilim də yaxşıdır. Yemək yemisən? Hə. Bəs Pərviz neynir? Dərslərini eləyib, indi də şəkil çəkir. O əlaçıdır. Müəllimin verdiyi bütün tapşırıqlarını eləyir. Heç nədən narahat olma qızım. Məktəb tapdım ana. İşdən icazə almaq istəyirəm. Əgər işdən icazə versələr, Səmərqəndə gəlib Pərvizi gətirəcəm. Belə tez? İcazə versələr sabah gələcəm. Alınmasa həftənin axırında. Daşkənddən verilən sənədi onun müəlliminə verməliyəm. Yaxşı. Bəs sonra? Bizim Daşkəndə köçməyimizi heç kimə deməməlisiniz ana. Məni başa düşdün? Lalə, deyəsən sən getməklə yaxşı iş görmüsən. Bugün keçmiş ərinin oğlanları gəlib səni soruşdular. Abdullanın? Yaramazlar. Evi əlindən almaq istəyirlər. Səndən danışmaq istəyirdilər. Mən də onları qovdum. Dedim yerini bilmirəm. Onlar Pərvizin məktəbinə getməyiblər ki. Ora niyə getsinlər ki? Dedim Laləni ya da oğlunu narahat eləsəz, gedib sizdən polisə şikayət eləyəcəm. O günkü dava sənin ömrünün axırına kimi bəsdir. Telefonu Pərvizə ver. Yaxşı. Anacan, Pərviz. Kimsə məktəbə gəlib səni soruşsa, o dəqiqə müəlliminə deyərsən. Nənənə ya da dayına xəbər eləyərsən. Oldu oğlum. Başa düşdün? başa düşdüm. Pərviz, Daşkəndə köçəcəyimizi heç kimə deməmsən ki? Dostuma yaxınlarda gedəcəyimi dedim. Amma Daşkəndə gedəcəyimi demədim. Məni nə vaxt aparacaqsan? Pərviz, oğlum. Özün də gördün. Evimizə gəlib dava saldılar. Kimsə elə-belə soruşsa da demə. Daşkənddə yeni həyata başlayacağıq. Yeni həyatımızda problemlər olmamalıdır, oğlum. 2-3 gün səbr elə, yaxşı? Yaxşı, ana. Dərslərini eləmisən? Hə, Mənim ağıllı balam. İndi get yat dincəl. Söndürmə. Telefonu nənənə ver. sağ ol, ana. Sağ ol balam. Sən də özünü qoru. Hələlik balam. Görüşərik. Hə, Lalə. Ora gəlib Pərvizi aparmağım 2-3 gün çəkə bilər. 2-3 gün məktəbə getməsə necə olar ana? Nə deyirsən? Sən heç nədən narahat olma qızım. Dedim də onları möhkəm qorxutdum. Onların dərdi lənətə gəlmiş evdir. 50-60 min dollar. Onlardan şikayət eləsəm əl çəkəcəklər. Eləmə ana. Lazım deyil. Onda sən də nigaran qalma qızım. İstəmirəm narahat olasan. Yaxşı ana. Səsindən bilinir ki, yorğunsan. Sən də get yat dincəl. Sabah gəlib gəlməyəcəyini dəqiqləşdirsən, yola çıxmazdan əvvəl zəng elə, yaxşı? Zəng eləyəcəm ana. Hələlik. Sağ ol. Səhər yeməyiniz xanım. Buyurun.
Bizi soruşan olmayıb. Xeyr, xanım. Soruş görək, Daşkənddən Səmərqəndə necə gedirlər? Ora gedəcəyik. Bəs onu öldürməyəcəyik? Gizli mövzu barədə heç vaxt açıq danışma. Başa düşdüm. Xadimə qadın dəhlizdədir. Ondan soruşaram. Dünənki, Bəli, xanım. Marta, Bəli. indi soruşma. Küçəyə çıxanda söz arası soruşarsan. Yaxşı. Salam əleykum. Aleykümsalam, yaxşısınız? Hə, Yorulmursuz ki, işə öyrəşmisiniz? sağ olun. Lap yaxşı. Çətin deyil. Sizdən bir xahişim var. Buyurun. Fikirləşməyin, işə girən kimi icazə istəyir. 2 günlük Səmərqəndə getməliyəm. Oğlumu Daşkəndə gətirmək istəyirəm. Yaxşı, amma yerinizə 2-3 günlük işləməyə bir nəfər tapın. Yaxşı? Çox sağ olun. Oldu. Alo, Eşidirəm. salam aleyküm. Aleyküm salam. Buyur. Dediyiniz qadın yaxınlarda həbsxanadan çıxıb. Adam öldürüb həbsxanaya düşdüyünü bilirdiniz? Həbsxanada olduğuna görə izin itirmişdim. İndi evdədir. Yox. Bu yaxınlarda 2 qadın onlara gəlib dava salandan sonra harasa köçüb gedib. Hara getdiyini heç qonşular da bilmir. Qulaq as, bəs oğlu hardadır? Həmin məhəllədəki məktəbdə oxuyur. Hə, o oğlunu heç vaxt atmaz. Deməli, başqa şəhərdə müvəqqəti yaşayır. Mənə onun telefonu lazımdır. Anasından soruşun. Yox, başa düşə bilər. Onda mən neyniyim? Sən belə elə. Onların küçəsinə gedib gözlə. Aha, sonra? Anası çıxanda, de ki tanışını axtarırsan, telefonunsa sönüb, onun telefonunu istəyərsən. Sonra isə telefondan Lalənin nömrəsini götürərsən. Başa düşdün? Hə, amma $100 da verməlisiniz. Çünki bu əlavə bir işdir. 100 yox, 200 göndərəcəm. Nömrəni götürəndən sonra öz telefonundan zəng eləyərsən. Harda qaldığını öyrənməlisən. Xəbərsiz gedib ona sürpriz eləmək istəyirsiniz? Hə. Bəlkə də o başqa şəhərdə kirayədə qalır. Ondan soruşarsan ki, kirayə evinizdə mənə də yer var, o yox deyəcək və nömrəni kimdən aldığını soruşacaq. İş yerinizdən aldım deyib bir ad uydurarsan. İş yeri məsələsini uzat. Bəxtin gətirsə iş yerinin adını deyəcək. Harda işləyirsiniz, eviniz hardadır suallarını vermə, bildin? Aha, başa düşdüm. Oo, əla, super. Belə pula görə işləmək olar. Deməli sabah Səmərqənddə böyük bir şou göstərəcəksə? Yox, hələlik yalnız məktəblərdə. Hə, fokuslarınız uşaqlar üçündür, böyüklər üçün deyil. Niyə ki? Böyüklər üçün də var. Onda göstərin baxaq da. Yaxşı. Bax, bu dəmir pulda. Aha. Görürsən də, hə? Pul hara yox oldu? Bizim fokuslar hamı üçündür, hamı üçün. Əla. Bir tanışım kartlarla fokus göstərirdi. İndi kartla da fokus göstərərəm. Hə, göstər baxaq. Əlimə yaxşı bax. Yaxşı, 4 dənə kartı görürsən? görürəm. Bir hərəkətlə 3-ü qalacaq. Bax. Göstər baxaq. Bax.
Əla, bəs dördüncü hara yox oldu? Hə? Salam, xoş gəlmisiniz. Salam. O buradadır. Mən sizdə 404-cü otağı bron eləmişdim. Yaxşı, indi baxıb sizə deyərəm. Bağışlayın. Mən də sirk artistiyəm. Daha doğrusu fokusçuyam. Avropada tanınıram, amma burada yox. Tanış olduğumuza şadam. Daşkəndə qastrol'a gəlmisiniz? Yox, səyahətə çıxmışam. Buxara və Xivəni görmək istəyirəm. Bir də Səmərqəndi. Boyaladı ki. Biz sabah Səmərqəndə qastrol'a gedirik. Əgər istəsəz, bizlə gəlin. Səyahətə Səmərqənddən başlamaq lazımdır, qardaş. Bağışlayın, cənab. Pis təklif deyil. Fikirləşərəm. Cənab David, buyurun. Bu da açarlarınız. Əgər istəsəz, sizə plov bişirtirərəm. Plov? Hə, plov. Yox, yox. Çox sağ olun. Xoş istirahətlər. Əsl ustadır. Səmərqənddəki çıxışımıza qatılsa, bax, bu çox yaxşı olardı. Oldu qardaş. Sənə Oldu. uğurlar. Sağ Görüşənə ol. dək. Oy. Bağışlayın. Heç nə olmaz xanım. Davam eləyin. Özünü qulluqçu kimi aparma. Onlar qəribə baxırlar. Oldu xanım. Bizdən şübhələnməsinlər. Baş üstə. Bəsdir. Adət eləmişəm. Lap uşaq kimisən. Bağışlayın. Las Vegasda bütün qumarbazları udmuşam. Amma indi görürəm ki, hər şey ötəridir. Bunun üçün peşəkar olmaq kifayət deyil. Planım aydındır. Çoxdan başa düşmüşəm. Təkcə Lalə haqqında bilirsən. Başqa biri də var. David, İlk dəfə onunla Vroslavda qarşılaşmışam. Onda elə məşhur deyildi. İndi isə mənlə oynaya biləcək yeganə kişi qumarbazdır. buradakı işlərimizi bitirəndən sonra məni onun yanına göndərin. Onunla nə edəcəyimi yaxşı bilirəm. Tələsmə. David İranlılara satılıb. Onu məhv eləmək elə də asan deyil. İndi hardadır? Ya bizi İstanbulda gözləyir, ya da Budapeştə qayıdıb. Mənə etibar eləyirsiniz? Etibar eləyirəm. İşini bacarırsan. Bu da o. Səmərqəndə necə getmək barədə soruşaq. Amma Lalə haqqında soruşma. Salam aleyküm xala. Əleyküm salam. Bağışlayın, telefonunuzu bir dəqiqəlik verə bilərsiniz? Bağışlayın, deyə bilməzsiniz biz Səmərqəndə necə gedə bilərik? Səmərqəndə?
Hə, bugün Daşkəndi gəzəcəyik. Sabahsa Səmərqəndə getmək istəyirik. Biz xaricdən gəlmişik. Səmərqənddəki görməli yerləri gəzəcəyik. Təyyarə ilə, avtomobillə, yoxsa qatarla? Hansı ilə getmək istəyirsiniz? Hansı daha ucuzdur? Avtomobil. Bunun üçün biz nə etməliyik? Deyə bilərsiniz? Otelə taksi çağırın. Deyin sizi Sabir Rəhimov metrosunun yanındakı Səmərqəndə gedən taksilərin yanına aparsın. Vəssalam. Çox sağ olun. Rəfiqəmin evini axtarırdım. Mənim telefonumsa sönüb. Telefonunuzu bir dəqiqəliyə verə bilərsiniz? Zəhmət olmasa. Buyur. Rəfiqənin adı nədir qızım? Nəsibə. Əslində ondan çoxdandır rəfiqəyik. Amma evlərinə ilk dəfədir gedirəm. Ona görə tapa bilmədim. Hazırdır. Cavab ver də. Alo, Nəsibə? Sizin küçədəyəm. Nə danışırsan? Deməli, mən səhv gəlmişəm. Yaxşı, onda ora gedərəm. Çox sağ ol, xalacan. Sən demə, o biri küçədədir. Səhv gəlmişəm. Yaxşı. Bu qız nə vaxt zəng eləyəcək, hə? Anası evdən çıxmırsa, başqa bir yolunu tapmalıdır. Əllərinə fikir verdin, Marta? Hə, xadim əllərinə oxşamırdı. Ağbiləkli xanım. Lap qumarbaz əlinə oxşayırdı. Özünüz demişdiniz ki, buradakı qadınlar təhlükəli olur. İşi bitirib tezliklə buradan getməliyik. Bu ölkədən xoşum gəlmədi. Aydındır. Alo, Alo, salam aleyküm Layla bacı. Necəsən? Yaşadığın evdə mənə də yer olar? İşləməyə gəlmişəm, amma yer tapa bilmirəm. sizi tanımadım. Kimsiz? Nömrənizi işinizdəki Fərhad adlı oğlandan götürmüşəm. Burada oteldə Fərhad adlı adam işləmir, xanım. Mən işləyir demədim ki. O, otelin borularını yoxlamağa gələn tanış santexnikdir. Ondan ev soruşdum, sənin nömrəni verdi. Sən indi oteldəsən? Yox, çıxmışam. Siz də xadimə işləyəcəksiniz, yoxsa qəbul şöbəsinə götürdülər? Xadiməlik. Ona görə də istəmədim. Amma səndən bir evdə qalmaq istədim. Sən də Səmərqəndlisən, düzdür? Mən ailəmlə qalmaq istəyirdim. Tək olsaydım etiraz eləməzdim, bacı. Hə, onda bağışla bacı. Sağ ol.
oteldə xadimə işləyirsən. Türkün xanımı? Təşrif. İndi taparıq. Eşidirəm. Daşkənddədir. Təşrif otelində xadimədir. Xadimə? Hə, Bəlkə sən başqa qadından danışmısan? Yox. Anasının telefonundan Lalənin nömrəsini götürdüm. Sonra zəng elədim. Hər şeyi siz deyən kimi elədim. Amma təşrif otelinin hansı şəhərdə olduğunu soruşa bilmədim. internetdə baxdım, Daşkənddədir. Lalənin nömrəsini mənə göndər. Nömrəni göndərməzdən əvvəl pulun qalanını göndərin. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub.